Mehman bəy, İslam dinində musiqiyə qulaq asmaq, oynamaq və tatu etdirmək haramdırmı? Mən bir ekstrasens olaraq demək istəyirəm ki, İslam dinində oynamaq haramdır. Bəzi insanlar deyəcək ki, necə olur ki, İslam dinində oynamaq haramdır? Mən bir ekstrasens olaraq demək istəyirəm ki, bəli, mən Qurani-Kərim oxumuşam və İslam dinində mahnıya qulaq asmaq, oynamaq özü bir haramdır. Və bəzi insanlar deyir ki, Mehman bəy, İslam dinində tato vurmaq haramdır. Xeyr, hələ bir şey yazılmayıb ki, sən bugünkü gündə tato vuracaqsan, günah sayılacaq. Qurani-Kərimdə yazılıb ki, özünə əgər xəsarət yetirirsənsə, özü bir günahdır. Mənim deməyim odur ki, tato vurursansa, bu bir gözəllikdir. Özünə görə zövqün var. Da yazılmayıb ki, nə bilim, tato vurursan günahdır, belə bir şeylər yoxdur. Özünə zərər vurmaq, intihar eləmək, qolunu kəsmək özü bir günahdır. Ancaq tato vurmaq Qurani-Kərimdə yazılmayıb axı günahdır.